Ötən həftənin şənbə günü Amerika Birləşmiş Ştatlarının mərkəzi komandanlığı CENTCOM Yəmənin Səna və Səada bölgələrində İranın dəstəklədiyi Husilərin mövqelərinə kütləvi hücumlar həyata keçirib. Hücumda iştirak edən təyyarələr Qırmızı dənizdəki təyyarə daşıyan gəmidən havaya qalxaraq tapşırığı yerinə yetiriblər. Hücum başlamazdan bir saat əvvəl Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Husilərə xəbərdarlıq edib ki, gəmiləri hədəfə almaq və İsrailə raket zərbələri endirmək də daxil olmaqla öz hərəkətlərini dayandırmasalar cəhənnəmi görəcəklər. Trump həmçinin xəbərdarlıq edib ki, İran Husilərə dəstəyini dayandırmasa, Amerika Birləşmiş Ştatları onu tam məsuliyyətə cəlb edəcək və biz artıq bu məsələdə yumşaq davranmayacağıq. Xarici İşlər və Müdafiə Nazirləri ilə birlikdə Vaşinqtonda bir otaqdan əməliyyatı izləyən Amerika Birləşmiş Ştatları prezidenti Truth sosial media platformasında yazıb ki, o, Amerika Birləşmiş Ştatları ordusuna Yəməndə Husi terrorçularına qarşı qəti və güclü hərbi əməliyyatlara başlamağı əmr edib. Amerika Birləşmiş Ştatları prezidenti Husiləri İran tərəfindən maliyyələşdirilən, Amerika Birləşmiş Ştatları və başqalarına qarşı amansız quldurluq, zorakılıq və terror kampaniyası aparan alçaqlar adlandırıb. Martın 16-sında Amerika Birləşmiş Ştatları dövlət katibi Marco Rubio CBS News-a deyib ki, Amerika Birləşmiş Ştatlarının Yəmənə hücumları Husilər qlobal gəmiçiliyə və Amerika Birləşmiş Ştatları hərbi dəniz qüvvələrinə həmlə etmək imkanına malik olmayana qədər davam edəcək. Amerika Birləşmiş Ştatları rəsmisi belə bir faktı xatırladıb ki, son 18 ay ərzində Husilər Amerika Birləşmiş Ştatlarının 174 hərbi gəmisinə həmlə edib. Habelə kommersiya gəmiçiliyinə 145 hücum təşkil edib. Onun sözlərinə görə Yəmənə quru hücumu nəzərdə tutulmur. Hazırda buna ehtiyac olduğunu düşünmürəm, deyə o bildirib. Rubio həmçinin vurğulayıb ki, İranın dəstəyi olmadan Husilərin beynəlxalq gəmiçiliyə hücum edə bilməsi mümkün deyil. Amerika Birləşmiş Ştatları Müdafiə Naziri Pete Hegseth də Husilərin Amerika Birləşmiş Ştatları donanmasına və qlobal gəmiçiliyə qarşı hərbi əməliyyatlarına son qoyana qədər Birləşmiş Ştatların amansız hücumlarını davam etdirəcəyini bildirib. Amerika Birləşmiş Ştatlarının qruplaşmaya qarşı hava hücumlarının başlamasından bir neçə saat sonra Fox News-a danışan Hegseth deyib ki, zərbələr 2023-cü ilin noyabr ayından bəri Husilərin gəmilərə onlarla hücumuna cavabdır və həmçinin İrana bu qruplaşmaya dəstəyi dayandırması üçün xəbərdarlıqdır. Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Mike Waltz ABC telekanalına müsahibəsində Husi bazalarına hücumu belə qiymətləndirib. Biz onları həlledici güclə vurduq və İrana xəbərdarlıq etdik ki, daha bəsdir. Waltz əlavə edib ki, məhz İran Husilərə təkcə Amerika Birləşmiş Ştatlarının döyüş gəmilərini deyil, həm də qlobal ticarəti hədəf almaq üçün ardıcıl olaraq maliyyə, resurslar və təlimlər verib və Husilərə dünyanın ən strateji gəmiçilik zolağından ikisini bağlamağa kömək edib. Waltz onu da vurğulayıb ki, Trump administrasiyası Əli Xameneyinin barmağını nüvə bombasının düyməsinə basmağa imkan verməyəcək. Biz təkcə Husiləri deyil, həm də İranı və onun tərəfdarlarını məsuliyyətə cəlb edəcəyik, deyə Waltz bildirib. O, İran hərbi gəmilərinə də zərbə endirilməsinin mümkünlüyünə işarə edərək deyib, əgər bu, İranın Husiləri dəstəkləmək və öyrətmək üçün yerləşdirdiyi gəmiləri hədəfə almaq deməkdirsə, bu hədəflər də müzakirə mövzusu olacaq. Aydındır ki, Amerika Birləşmiş Ştatları rəsmisi burada İslam Respublikasının silahlı qüvvələrinə aid olan və Husilərə kəşfiyyat dəstəyi verən Qırmızı dənizdəki Behşad və Saviz gəmilərini nəzərdə tutur. Respublikaçı senator Lindsey Graham Amerika Birləşmiş Ştatlarının Husilərə hücumuna tam dəstəyini ifadə etməklə yanaşı, onu İranın ali rəhbəri Ayətullah Əli Xameneyiyə xəbərdarlıq kimi dəyərləndirib və X hesabında yazıb. Prezident Trump'ın icazə verdiyi bu əməliyyat Qırmızı dəniz bölgəsində naviqasiya azadlığının bərpası istiqamətində atılmış nəhəng addımdır. Eləcə də Ayətullah
Şaha və onun əlaltılarına şəhərdə yeni bir şerifin olması ilə bağlı aydın xəbərdarlıqdır. CENTCOM-un Yəmənə zərbələri sonraki günlərdə də davam edib. New York Times hücumların Husilərin radarlarını, hava hücumundan müdafiə vasitələrini, raket sistemlərini və dronlarını hədəfə aldığını bildirib. Bu hücumlar nəticəsində indiyədək 50-dən çox adam ölüb, yüzlərlə insan yaralanıb. Qeyd edək ki, Sky News Arabiya telekanalının yaydığı xəbərə görə, dünən Amerika Birləşmiş Ştatlarının özünü Ənsarullah adlandıran Husilərin Hudeydədəki mövqelərinə endirdiyi zərbələr nəticəsində Sepahın Quds qüvvələrinin bir neçə üzvü də həlak olub. Amerika rəsmiləri deyirlər ki, onlar Husi obyektlərini, o cümlədən silah-sursat anbarlarını, hərbi bazaları və strateji infrastrukturu hədəfə alıblar. Bu hücumlarda bir neçə yüksək səviyyəli Husi komandirinin də öldürüldüyü bildirilir. Husi telekanalı Yəmənin şimal-qərbindəki Səada əyalətində yerləşən Dəhyan şəhərindəki elektrik stansiyasının da vurulduğunu və bunun bütün şəhərdə elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu açıqlayıb. Husilərin siyasi ofisi hücumları müharibə cinayəti kimi qiymətləndirərək silahlı qüvvələrimiz bu hücumlara cavab verməyə tam hazırdır, deyə bəyan edib. Amerika tərəfinin xəbərdarlıqları İranın hərbi və diplomatik rəsmilərinin reaksiyasına səbəb olub. İranın Xarici İşlər Naziri Abbas Əraqçi hücumları dayandırmağa çağırıb və X platformasında yazıb. Amerika Birləşmiş Ştatları hökumətinin İranın xarici siyasətini diktə etmək hüququ yoxdur. O dövr 1979-cu ildə başa çatıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəğai də bu hücumları BMT nizamnaməsi və beynəlxalq hüququn açıq şəkildə pozulması adlandırıb və ölkələrin milli suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayıb. Sepahın baş komandanı General Hüseyn Salami isə sırağa gün etdiyi çıxışında bildirib ki, İran xalqı sülhsevərdir, lakin təhdidlərə qəti və sarsıdıcı cavablar verəcək. Salami İranın Yəməndəki rolu ilə bağlı Amerika Birləşmiş Ştatlarının bəyanatlarını rədd edərək Husilərin müstəqil hərəkət etdiyini, strateji və operativ qərarlarını özlərinin qəbul etdiyini vurğulayıb. Görünən odur ki, İran rəsmiləri necə deyərlər, bu hənanın o hənadan olmadığını görüb özlərini Husilərdən kənar tutmağa çalışır və məsuliyyətdən yaxa qurtarmaq üçün Husilərin müstəqil qüvvə olduğunu vurğulayırlar. Bununla belə, hətta İranın özündə də bir çox müşahidəçilər Amerika Birləşmiş Ştatlarının Husilərə hücumunun İslam Respublikasına qarşı hərbi əməliyyat üçün müqəddimə ola biləcəyi barədə xəbərdarlıq ediblər və baş verənləri İran hakimiyyətinə açıq mesaj kimi dəyərləndiriblər. Başqa sözlə, İran rejimi regionda formalaşdırdığı dırnaqarası müqavimət cəbhəsinin son qalasını da itirmək ərəfəsindədir və onun ətrafındakı halqa getdikcə daralmaqdadır.